Videosuna bir daha xoş gəldiniz. İnşallah bu təlim videosunda gözəl bir strategiya izah edəcəm və bu strategiya balans idarə etməsi ilə birlikdə olacaq və uşaqlar bu ticarət daha çox belə deyək, Forex ticarətində keçərlidir. Ona görə bunu tövsiyə edirəm. İnşallah Forex ticarətində bunu keçərli eləyin və keçək inşallah bizim strategiyamıza. Deməli bizə birinci növbədə lazım olan yüksələn bir trendi təyin etməkdir və biz bunu necə edə bilərik? Birinci növbədə bizə belə bir yüksələn trend lazımdır uşaqlar. Belə bir yüksələn trend lazımdır. Yəni belə düşüşlər və belə bir diblər də yaratmalıdır və uşaqlar buradakı diblər diqqətlə baxın və sonuncu dib və qıran mum lazımdır. Yəni bunlara nisbətən daha sərt şəkildə uşaqlar qıran mum lazımdır ki, biz buradan işləm aça bilək. Deməli, bizim strategiyamız budur. Deməli, belə bir diblərdən qırılmadan sonra uzun belə deyək, ticarət sahəsi uzun yön olacaq və belə bir yeni diblər yaradaraq yeni yüksəlişlər yaradacaq uşaqlar və biz də buradan işləmlərə keçəcəyik və bu necə olacaq? Deməli, bizə lazım olan birinci növbədə long əməliyyatı işləmini misal üçün açırıq və qrafikə yaxınlaşırıq. Grafikdə yaxınlaşaq. Biz strategiyamız 1-in 5-ə strategiyasıdır uşaqlar. Ona görə biz bunu düzgün şəkildə icra etməliyik. Və stop lossumuzu isə sonuncu dip zonasına təyin edirik və biz işləmimizə keçirik. Bunu da çəkək, qoyaq buralığa bir yerə. Okay, bunu da çəkək bura. Uşaqlar, bizə lazım olan, deməli, birinci növbədə balansımızı idarə etməyimizi bilməyimiz lazımdır. Yəni, biz balansımızın 1% ilə, uşaqlar, ticarət edirik. Yəni, bizi deyək ki, hal-hazırda bir lotluq işləm açırıq. Bizim balansımız buna icazə verir ki, biz bir lotluq işləm açırıq. Yəni, biz bura stop loss təyinatımızı təyin edirik. Uşaqlar, deyək ki, bir balansımızın 1%-ni stop loss təyinatımızı edirik və bir lotluq işləm açırıq. Və burada uşaqlar gözəl bir izah var. Buna diqqətli şəkildə baxın ki, siz də bu strategiyadan istifadə edə biləsiniz. Hansı ki, bu strategiyaya 5 əməliyyat atsanız, uşaqlar 4-ündə uğursuz olsanız, 1-də uğurlu olsanız, bu strategiyada siz karlı çıxacaqsınız. Bu necə olacaq, onu da indi izah edirəm. Ona görə diqqətli şəkildə baxmaq lazımdır və bunu ən azından test etmək lazımdır. Deməli, keçək uşaqlar biz buradan, üzr istəyirəm uşaqlar, deyək, deməli, uşaqlar, biz buradan keçirik. Bizə lazım olan qalxışın yönüdür və düşüşdür. Yəni, burada yeni diblər yaratmalıdır. Belə bir yüksələn trenddə onsuz da bu yaranır, özü bilirsiniz. Burada FVG-lər yarada belə bir yüksəlişlər ola bilər, yaxud da hansısa order blok zonasına dəyib belə bir yüksəliş ola bilər. Bu öz yerində. Deməli, biz burada nə edirik? Bir lotluq işləm açdıq və növbəti əməliyyatımızı, yəni 1-in 1-ə gətirəndə növbəti bir lotluq bir daha işləm açırıq və həmin bu işləmin, uşaqlar, bu işləmin stop loss təyinatını qoya bilərsiniz. Yəni, buradakı stop lossu gətirib bura qoyursunuz. Aydın, hər dəfə atanda stop lossu bir tık yuxarı qoyursunuz. Bunu da nəzərdən çıxartmayın. Bu mütləqdir. Deməli, növbəti səviyyə 1-in 2 strategik 1-in 1-ə keçdi. 1-in 2 strategiyasında bir daha bir lotluq işləm açırıq. Yəni, buradan bir daha, üzr istəyirəm, bura yüksələndən sonra, uşaqlar, bir düşüşdən sonra bir daha buradan bir yüksəliş icra edirik. Yəni, bir daha bir lotluq işləm açırıq və növbəti səviyyəmiz buradan da bir lotluq işləm açırıq və növbəti səviyyəmiz buradan bir lotluqla işləm açırıq və uşaqlar, biz buradan 1, 2, 3, 4 və 5 lotluq işləm açmışıq. Aydındırmı? 5 dənə əməliyyat icra eləmişik və hər dəfəsində uşaqlar yuxarı yönlü işləm açmışıq. 1-in 5-ə strategiyasında. Deməli, bizim burada karımız nə olub? 1-in 5-ə strategiyası gətirib, sonra bir daha 1-in 1-ədən sonra bir daha açmışıq. 1-in 4-ə gətirib, yenə bir daha açmışıq. 1-in 3-ə gətirib, eyni qaydada yenə bir dənə açmışıq. 1-in 2-yə gətirib, eyni qaydada bir daha açmışıq və 1-in 1-ə də gətirib. Bizə burada total hesabat lazımdır. Yəni 9, uşaqlar, 10, 15. 1-in 15-ə.
Yəni biz buradan uşaqlar qazanc etdik. Balansımızın 1% ilə risk edib balansımızı 15% qaldıra bilirik. Yəni bunu necə edə bilərik? Bunu sizə göstərdim. Burada da 4 uğursuz əməliyyat olsanız belə uşaqlar, hal-hazırda bizim burada 1-in 15-ə gətirən strategiyamızdan uşaqlar biz karı əldə edirik onsuz da, yəni 11 gün içərisində deyirəm. Yəni 11 uğurlu əməliyyat kimi düşünün bir əməliyyatdan. Hansı ki biz bunu bu şəkildə icra edərək uşaqlar karımızı əldə edə bilirik. Ona görə uşaqlar diqqətli şəkildə olun. Ona görə balans idarə etməsi bu ticarət sahəsində qızıldır. Yəni bunu dəqiq şəkildə edən hər bir insan uşaqlar zaman içərisində həqiqətən də çox uğurlu işləmlər açır və uğurlu karlar əldə edir. Və keçək isə növbəti bir yön dəyişməsinə. Növbəti bir yön dəyişməsində isə bir daha bunu biz icra edə bilərik. Bu necə olur? Bunu da bir daha sizə göstərəcəm. Deyək ki, deyirsiniz ki, bəlkə açdığımız əməliyyatda stop olsaq nə edəcəyik? Onu da izah edirəm. Deyək ki, bir daha belə bir maksimum zonu yaradıb və eyni qaydada burada yaranan maksimum, bu maksimum zonasını keçə bilmədiyinə görə yön dəyişmə baş verir və əlbəttə ki, burada bizim güclü olar. Dəstək zonası var. Dəstək zonasının qırılmasından sonra biz işləmlər icra edirik. Ona görə bir daha yanaşma edirik. Eyni qaydada qırılmadan sonra aşağı yönlü əməliyyat, əlbəttə ki, stop loss təyinatımızı da düzgün şəkildə etməliyik uşaqlar və bunu çəkərək aşağı. Bir xeyli aşağı çəkəcəm. Okey, olsun belə. Deməli, buradan isə bizə lazım olan nüanslar var. Yəni biz əməliyyat açarkən stop lossumuzu aşağı gətiririksə, yəni riskimizi azaldırıqsa, uşaqlar bunu belə etmək lazımdır. Deyək ki, birinci əməliyyatımızda, yaxud da ki, ikinci əməliyyatda stop olduq. Deyək, hal-hazırda biz birinci işləmimizə burada daxil olmuşuq və karımızı götürmüşük. Stop loss təyinatımızı geri çəkmişik və biz burada stop olmuşuq. Yəni, burada biz stop olmuşuq. Yəni, birinci profitimizi gətirəndə biz bir daha burada işləmə keçirik deyə birinci açdığımız əməliyyat deyil də ikinci əməliyyatımızın stop loss'un bura gətiririk. Ona görə burada fitil altı bizi stop eləyib. Növbəti dəfə buradan bir daha bir lotluq işlem açırıq. Birinci açdığımız əməliyyatı dəymirik. Və belə bir düşüşdən sonra uşaqlar biz növbəti dəfə bir lotluq işlem açırıq və işləmimiz bura qədər gəlir. Və biz buradakı stop loss'umuzu bura gətirdiyimizə görə bizim üçüncü açdığımız əməliyyat uşaqlar burada stop olur. Aydındırmı? Növbəti dəfə maksimum zonasına qalxandan sonra bir daha bir lotluq biz işlem açmış oluruq və belə bir düşüşdən sonra buradan da bir daha bir əməliyyat açmış oluruq. Diqqətlə baxdınızsa bizim hər dəfəsində stop olduğumuza rəğmən biz yenə də satırıq, yəni satıcıları keçir. Çünki bizim məqsədimiz trendin aşağı getdiyini gördüyümüzə görə biz bir daha aşağı satırıq. Yəni yuxarı yön dəyişmirik, long əməliyyatı açmırıq. Bir daha aşağı satırıq. Və eyni qaydada da buradan bir daha aşağı satırıq və biz buradan profitimizi götürmüş oluruq uşaqlar. Yəni burada fərqi yoxdur. Yəni bizim bir açdığımız əməliyyat, birinci əməliyyat demirəm, ikinci əməliyyatımız stop oldu. Bir daha əməliyyat açdıq. Bu isə bizə kara gedir. Növbəti əməliyyatımızı bir daha açdıq, o da stop oldu. Bir daha yenə aşağı yönlü əməliyyat açdıq və gətirdi. Və bir daha da aşağı əməliyyat açdıq və bu əməliyyatımızı da gətirdi. Və sonunda da bir daha əməliyyat icra elədik və bu əməliyyatımızı da bizə gətirdi. Eyni qaydada yenə də 1-in 5-ə strategiyası keçərli oldu. Eyni qaydada da buradan profitimizi 15% kar əldə etmiş olduq. Ona görə uşaqlar bu strategiya həqiqətən də çox işə yarayır. Sadəcə olaraq üzr istəyirəm. Sadəcə olaraq uşaqlar diqqətli şəkildə baxmaq lazımdır və belə bir sahəni tapmaq lazımdır. Ona görə belə sizin strategiyanız budursa, deyək, bu strategiyadan istifadə edəcəksiniz uşaqlar. Gün içərisində 5 əməliyyatdan rahat şəkildə birinin gətirməsi 99%. Bu da əlbəttə ki, nəyə baxır? Ən azından ticarət sahəsində təcrübə varsa bunu edə bilərsən. Yəni professional traderlər onsuz da uşaqlar gün içi işləmdə
Yəni 5 əməliyyatdan rahat şəkildə uşaqlar 3-ünü uğurlu edirlər. Yəni 5-ə 5 ömür boyu deyə bir şey yoxdur. Bu ticarət sayəsində 100% bir şey yoxdur. Ona görə heç kimə aldanmayın uşaqlar. Bunu da nəzərinizdən qaçırtmayın. Yəni burada da həmin strategiya keçərli ola bilər. Burada da maksimumdan zonasından keçərli ola bilər. Buradan da eyni qaydada qırılmadan sonra eyni qayda short açaraq uşaqlar, yəni burada yön dəyişdir, long açım yox. Çünki trend aşağıdır və eyni qayda short açaraq biz buradan yenə də buralara qədər karımızı götürə bilərik. Ona görə diqqətli baxın, diqqətli şəkildə icra edin. Eyni qaydada yüksələn bir trenddə qırılmadan sonra yüksələn bir zona və qırılmadan sonra belə bir düşüşlər də əldə edə bilərik. Sadəcə bu ticarət sahəsində bu strategiyada uşaqlar disiplinli olmaq lazımdır və səbirli olub gözləmək lazımdır. Yəni kar əldə etdim, buradan bağlayım, çıxım yox. Yəni nə verərsə götürdüm, qaçdım yox. Əgər bir strategiyan varsa, ona sadiq qalmalısan. Bu şərt uşaqlar. Ona görə bunu dəqiq şəkildə icra eləyin və bunu da sizə demiş oldum. Və nəzərinizə bir şey çatdırmaq istəyirəm. Uşaqlar, bizim akademiyamız, əməliyyat qrupumuz və chat qruplarımız mövcuddur. Ona görə kim istəyərsə ödənişsizlik keçə bilər, Telegramdan bizə yazın və uşaqlar biz də sizə əlavə edirik. Oldu uşaqlar, özünə müğayət olun. Allah amanında, siz sağlam olun, sağlam.